Okean dibinin relyefidir. Okean dibinin relyefi bir neçə sahələrə bölünür. Ekranda gördüyünüz kimi okean dibinin relyefi quruluşunda olan coğrafi vahidlər göstərilibdir. Ən birinci başlayırıq materik dayazlığı və yaxud şelf zonası ilə. Materik dayazlığı və yaxud şelf ərazisi materikin sahilindən başlayaraq okeanın 200 metr dərinliyinə qədər olan əraziləri əhatə edir və burada çökmə suxur qatı qalın olur. Az meyilli sahələrdə və qranit qata malik olur. Şelf düzənliklərinə adətən Şimal Buz Okeanında daha çox rast gəlinir və şelf düzənliklərində həmçinin çökər mənşəli suxurlar, neft, qaz olan ərazilər daha geniş yayılmışdır və qədim çay dərələrində də həmçinin bu sahələrə rast gəlmək mümkündür. Sonra ikinci materik yamacıdır. 200 metrdən 1500 metrə qədər olan ərazini əhatə edir və göründüyü kimi meyillik nisbətən çoxdur və burada çökmə suxur qatı nazikləşir. Amma yenə də materik tipli yer qabığına malikdir və qranit qatı mövcuddur. Sonra isə 1000-1500 metrdən 3000 metrə qədər olan əraziləri artıq əhatə edir. Burada materik ətəyi. Materik ətəyi materik tipli yer qabığı ilə okean tipli yer qabığı arasında sərhəddir. Çünki burada qranit qatı yoxa çıxır və yalnız çökmə və bazalt qatları olur. Ona görə də materik tipli yer qabığından okean tipli yer qabığına keçid adlanır materik ətəyi. Ardınca gəlir okean yatağı və yaxud abissal düzənliklər. Okeanların dibinin əsas sahəsini təşkil edir. Məsələn, gördüyünüz kimi okeanın dibində düzən ərazilərdir. Heç bir hündür relyef vahidlərinə rast gəlinmir və çox böyük ərazilərlə okean dibində yer tutur. Sonra, məsələn, Orta Okean dağ silsilələri. Orta Okean dağ silsilələri necə olur, yaranır? Okean tavalarının arasında biz bilirik ki, divergent, yəni aralanma, ayrılma zonası baş verir. Divergent sərhəddə okean tipli litosfer tavalar bir-birindən uzaqlaşır və litosfer tavalarının bir-birindən uzaqlaşması nəticəsində əmələ gəlir okeanlarda silsilələr, yəni Orta Okean silsilələri, okean dağları. Okean silsilələri əmələ gəlir və həmin o, məsələn, bu olsun bir silsiləsi, bu isə iki silsiləsi. Həmin bu okean silsilələri arasında olan bu çökəkliklər, bu dərələr adlanır rift dərələri. Rift dərələri. Və okean silsilələri boyunca, su ayrıcısı boyunca uzanır rift dərələri və okean tipli tavaların ayrılması nəticəsində əmələ gəlir. Və biz bir də demişdik ki, litosfer tavalarının divergent sərhəddə, yəni okean tavalarının ayrılması nəticəsində vulkan püskürməsi baş verir və vulkan püskürməsində isə vulkan mənşəli adalar yaranır vulkan püskürməsi nəticəsində. Bunlara misal göstərmək Azordur, İslandiya, Müqəddəs Helena, Pasxa, Voznesiya, Galapagos və s. Sonra okeanın dibində göründüyü kimi sualtı kiçik bu dağ formasında relyef formaları var. Hətta bir hissəsi suyun səthinə çıxır. Bunlar adaları əmələ gətirir. Baxmayaraq ki, o dağın nisbi hündürlüyü, yəni təxminən yarısı suyun altındadır. Bunlar da vulkan püskürmələrinin nəticəsində yarana bilir. Yəni səthdə vulkan püskürməsi nəticəsində suxurlar yığılır və vulkan mənşəli adalar yarana bilir. Sonra okean novları. Okean novları isə litosfer tavalarının konvergent sərhədində yaranır. Konvergent isə litosfer tavalarının toqquşması idi və toqquşma iki cür olurdu. Materik və materik tavalarının toqquşmasına deyirdilər kolliziya. Okean və materik tavalarının toqquşması isə adlanırdı subduksiya. Hal-hazırda okean sahili boyunca baxdığımıza görə bu ərazi adlanır subduksiya, yəni okean tavası ilə materik tavasının toqquşması. Materik tavası yüksəyə qalxır, okean tavası isə aşağı çökür. Nəticədə əmələ gəlir okean novları, yəni okean dibində çökəkliklər. Sonra qövsvari adalar və materiklərin kənarında sahil boyunca uzanan, burada da şəkildə gördüyünüz kimi silsilə dağlar, yəni sıra dağlar. Misal üçün, burada Şimali Amerikanın sahilində olan Kordilyer dağlarını, Cənubi Amerika materikinin sahilində olan Ant dağlarını misal göstərmək olur. Okean novlarından isə ən çox hansılar deyə bilərik? Marian novu var, 11022 metr dərinliyi, dünyanın ən dərin çökəkliyidir. Orada okean tipli yer qabığının qalınlığı, yəni 1-5 kilometr arasında dəyişir. Sonra Zond novu var, Filippin novu var, Kuril novu və s.